Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Biz hal-hazırda Milli Məclisin qarşısındayıq. Bir qrup analar müraciət edib kanalımıza. Bir analardan sonra soruşaq ki, müraciətlərin səbəb nədir? Buyur xanım, özünüzü təqdim edin. Mən İbişova Gözəl Salman qızı. Mənim müraciətim cənab prezidentədir, Mehriban xanımadır. Baş prokuror Kamran Əliyevə, Daxili İşlər Naziri Vilayət Eyvəzova. Bizim övladım İbişov Sübhanın bəraət alıb, 2 il bundan qabaq bəraət alınmışdı. Onunla belə onun bəraət alandan sonra onlara mən təzminat dava satdım, açmışdım bankizmiyə. Onlar mənə dedi ki, niyə təzminat açmışsan? 6 ay keçəndən sonra övladım İbişov Sübhanı təkrarən çağırıb Çapayevdə 50 qəplik çay evinə oradan götürüb aparıb. Eyni senari. Keçən dəfə 9 qram qoymuşlar, bu dəfə də 5 qram çəkilişlə narkotik qoyublar, həbs ediblər. Bir şəkildə Ağır Cinayətlər Məhkəməsi. Mənim şikayətim ondan ibarətdir ki, yəni Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov qeyri-obyektiv iş aparır. Sırf bankizminin sifarişlərini eləyir. Və vəkilə imkan vermir danışmağa. Prokurordan şikayətçiyəm, ittihamçı prokurordan. Elə bir sırf onların adamıdır. Bu məhkəmə sistemi, prokurorluq elə bir işlər görürlər ki, yəni vətəndaşın hüquqlarını tapdalayırlar. Vətəndaşın azadlığını əlindən alırlar. Heç bir qanuni məhkəmə sistemində iş getmir, heç bir prokurorluqda qanuni işlər getmir. Novruz Kərimov kimi hakimlərin mən cəzalandırılmanı istəyirəm. Ki, cəmiyyətimizdə belə hakimlər lazım deyil. Övladlarımızı ləkələsin, övladlarımızın həyatı ilə oynasın. Xahiş edirəm cənab prezident, bir ana kimi, bir Azərbaycan xanımı kimi, tək öz adımdan yox. Mən Kürdəxanın tədrisxanalarında göz yaşlı anaların günahsız həbsləri görürəm. Xahiş edirəm cənab prezident, bütün Azərbaycan xalqının günahsız analarının adından sizdə xahiş edirəm, yalvarıram cənab prezident. Bu haqsızlığa göz yummayın. Bu məhkəmə sistemində, baş prokurorluqda kamsiyalar təşkil olunsun. Bu işlər gedəndə kamsiya şəklində olunsun ki, bu aparılan işlərə qanuni qiymət verilsin. Mən sizdən heç tələb eləyə bilmirəm, o barədə tələb eləməm ki, cinayətkar cəzasını çəkməlidir. Mən heç bir şey, amma günahsız insanlara məhkəmə zalında 10 il, 8 il, 9 il günahsız azadlıqlarının əlindən almasınlar. O gənclərimiz yazıqdır. Xahiş edirəm cənab prezident, bizim bu müraciətimizi qəbul eləyəsiniz. Təcili bu işlər barədə Azərbaycanımızın sakit yaşaması üçün, Azərbaycan xalqımızın rahat yaşamaq üçün bizə qanun lazımdır, ədalət lazımdır ki, Azərbaycan xalqı qanun içində, ədalət içində yaşasın. Mehriban xanım, sizin də övladlarınız var. Siz də bizi biz ana kimi başa düşərsiniz ki, ana müqəddəs bir şeydir. Analar heç vaxt övladlarının səhv cəhəti varsa, mən heç demirəm, cəzasını alsın. Amma günahsız yerə həbslərin, siz də məni başa düşərsiniz. Siz bir dəfə Mir Mövsüm Havanın içəri şəhərdə çıxışda dediniz ki, Allah Teala haqsızlıqları götürməsin. Mən də sizin kimi o cümləyə, sözə qoşuluram. Allah haqsızlığı götürməsin. Ən böyük ədalət bizim Allahımızdır. Amma xahiş edirəm, birinci xanım, cənab Mehriban xanım, cənab prezident, baş prokuror Kamran Əliyev, bu qanunsuzluqları aradan qalxızın. Bu anaları gözü yaşlı qoymayın. Anaları böyle büküp qoymayın. Analar çox zülüm çəkir. Mən ana tanıyıram Kürdəxanada, tədrisxanada bir dənə adi su ilə, 2 dənə saska ilə, bir çörəklə övladının yanına gəlib, cırıq ayaqqabı ilə, ağbaşa. Bizim 92-ci ildə müharibədə canını qoymuş bizim xanımımız var. Mesestra Həkim xanımımız var. Onun oğlunu da günahsız yerə həbs ediblər. Daxili İşlər Nazirliyinin qabağında qadın polislərimiz onu sürütdüyüb qolundan, oğluna 8 il günahsız yerə iş oxudular. Əsl cinayətkarlar çöldə gəzir, günahsızları həbs eləyirlər. Xahiş edirəm sizdən. Bu işlərə son qoyulsun. Xahiş edirəm, ədalətli, qanunu məhkəmə sistemimiz olsun. Prokurorluq sistemimiz olsun. Xahiş edirəm sizdən. Ambosmanla xahiş edirəm sizdən. Hüquqlarımızı düzgün yoxlaşdırın. Sizin nümayəndələriniz tədrisxanalara getməlidir, türmələrə getməlidir. Vətəndaşlarla danışmalısınız. Günahsız bu həbslərə durun deyin. Xahiş edirəm sizdən. Gözəl xanım, oğlunuzun ad soyadını deyin. İbişov Sübhan Rəşidoğlu. Buyurun xanım, ad soyadını deyin. Həsənova Xansənəm Şəmil qızı. Oğlunuzun ad soyadı. Hacıyev Naiq Siyavuşoğlu. Sizin oğlunuz nə yaptınız? Mənim oğlumu
xanım, bir neçə il bundan qabaq, uje 2 ildir tutulduğu, 2 ildir iş getdi. 8 il yarım, 10 il prokuror oxudu, 8 il yarım məhkəmə verdi. Mənim oğlumun bilirəm ki, günahı yoxdur, düzdür. Mən demişəm, bir dəfə də çıxışımda demişəm. Mənim oğlum qardaşı yanıb öldüyünə görə, 2 az yaşlı balası yanıb öldüyünə görə mənim oğlum çəkən idi, istifadəçi idi. İynə vurmurdu qoluna. Ancaq istifadə eləyirdi ki, dərdini unutsun. Onun kürəyində qardaşının şəkilləri, meyitlərinin, baş daşlarının şəkilləri var. Yoldaş prezidentimiz, cənab prezidentimiz, Mehriban xanım Əliyeva, sizdən çox artıq dərəcədə xahiş edirəm. Mən dəfələrlə mənim sözümü eşidən yoxdur. Mənim döyülmə faktımı Daxili İşlər Nazirliyinə vermişəm, prokurorluğa vermişəm, Vilayət Eyvazova vermişəm, ağır cinayətlərə vermişəm. Ağır cinayətlərdə baxıblar. Mənim döyülmə faktım, uşağımın döyülmə faktım. Prokurorun köməkçisidir bilmirəm, prokurordum bilmirəm. Valeh müəllim mənim oğluma 10 il iş oxudu. Məhkəmə Telman Hüseynov 8 il yarım iş oxudu. Mənim oğlum günahkar deyil. Mənim oğlumun 40 kilo hardan idi? Mənim oğlum dövlət vəkili özü Nəzrin xanım, onun qarşısında baş əyirəm. Nəzrin xanım dövlət xanımı vəkili. O dedi ki, mənim dedi yoldaş möhtərəm hakim, bu uşağın 40 kilo çəkidə evində narkotik var idisə, niyə bu anasından 5 manat, 10 manat papros pulu dilənib alırdı, istəyirdi? Atası Qarabağ, 2-ci qrup Qarabağ 50'dir. Əmsi şəhid olub, heç meydim tapmamışıq. Dövlətimin yolunda əmsi də, atası da can qoyubdu. Çox xahiş edirəm, mənim oğlumun içinə diqqətlə yanaşın. Apellyasiya məhkəməsinə vermişəm. Ayın 14'ü tanışlıq məhkəməsidir. Çox xahiş edirəm, mənim oğlumun evindən video kameranı götürüb itiriblər. Üzə çıxartmadılar. Mənim oğlumun üzünə duran şahid olmadı. 3 nəfər prokuror köməkçi kimsə gəldilər, danışdılar narkobiznesinçilərindən ki, güya nə bilim falan yerdə tutmuşuq. Biri dedi bəhmən yerdə tutmuşuq. 3 nəfərin sözü bir-birinə düz gəlmədi. Heç bir sübut yoxdur. Mənim oğlumun tutulmağına görə sübut mənim ana kimi tələb edirəm. Mənim oğlumun o 40 kilo 5'dən əgər kömək, onun cinayəti varsa, o eləyibdirsə, onu mənə göstərsinlər, oğluma 15 il iş versinlər, razıyam. Mən də oğlumu silərəm bir dəfəlik ki, mənim oğlum düzgün hərəkət etməyibdir. Amma mən bilirəm ki, mənim oğlumun günahı yoxdur. Mənim oğlum səhər saat 6'ya 5:08 dəqiqədə gəlib narkobiznesin içləri tökülüşürlər, oğlumu tutublar. Bir nəfər yanında çəkən yoldaşı ilə 2 nəfər tutublar. Aparıb narkobiznesin həyətində döyüblər, boynuna qoyublar, təzdən gəlib qapını açıb, özlərinin üstündə olan o 40 kilo 5 evə yığıb, oğlumun üstünə qoyub tutublar. Mənim oğlumun o 40 kilo 5'dən xəbəri yoxdur, Allahım şahiddir. Hanım, kimə müraciət edirsiniz? Mehriban xanıma müraciət edəcəm, prezidentimizə müraciət edəcəm. Mən Daxili İşlər Nazirliyinə də demişəm, vermişəm həmin kasetimi, döyülmə faktımı. Kamran Əliyevə də vermişəm, Vilayət Eyvazova da vermişəm. Heç bir işimə düzgün baxmayıb. Xahiş edirəm, gözəl prezidentimiz, Mehriban xanım Əliyeva, sizdən artıq dərəcədə xahiş edirəm, bir ana kimi. Mənim səsimə səs verin. Mənim səsimə səs verin. Mənim balamın biri yanıb ölüb. Biri Azərbaycandan baş götürüb çıxıb gedib. Bir oğluma möhtac idim. 2 az yaşlı balası var. Cavan yoldaşına aparıb işə qoymuşam. İşləyib balalarını saxlayır. 40 man, 400 man pensiya alıram. Gücüm çatmır. 70 yaşım var. Birinci dəfədir mən məhkəmə qarşısına, türmə qarşısına, qapısına gedirəm. Mənim nəslimdə olmayıb belə bir şey. Qurban olun, mənə kömək edin. Artıq dərəcədə xahiş edirəm sizdən. Yəqin ki, kanalımız vasitəsilə sizə səs verərlər. Salam. Özünüzü təqdiminizin sonundan əlinizdə izahal verirsə. Mən Müslümova Rəsiqə Asəf qızı. Siz yüksekdən baxın. Müslümova Rəsiqə Asəf qızı. Mən Qaradağ rayonu, Masallı rayonu polislərinin elə bir ki, onlar mənə təzyiq göstərirlər. Başımı itirmişəm, danışığımı da bilmirəm. Məndən pul tələb eləyirlər. O pulu verməyəndə oğlumu şərrədilər, bir-birlərindən əl verdilər. Oğlumu şərrədilər, tutdular. İndi də məni polis göndərirlər qapıma, polisə döydürürlər məni. Söydürürlər, təhqir elətdirirlər. Hanım, sizdən pulu nə üçün istəyirdilər? Mənə deyirdilər ki, mənə əvvəl elə bilginən ki, oğlumu maşınla uğramışdılar. Polislər əvvəl məni özləri gəldilər, ilişdilər. Nəyə görə ilişdilər də? Tutduğu yerdə adama ilişməzlər. Səbəbin deyil, nəyə görə ilişdilər? Səbəbi vallahi, səbəbi yoxdur heç nəyin. Polislər gəldilər, ilişdilər mənə. Mən həmin polislərin adım, familiyasını yazıb
Qaradağ rayonunun prokurorluğuna qoymuşam. Orada gördülər ki, mən şikayət eləyirəm. Yəni hər yerə, yəni hər polislərə hara gedirəm, hər yerə yayıblar. Bunlar əlbir olduqlarına görə. Yəni hansı qapıya gedirəm, şərrənirəm. Hansı polisin, misal üçün, məni Rəfit Həbibli döydü, təpi vurdu. İndiyə qədər mənə prokurorluqdan ərizə yazmışam, bir nəticə gəlmir. Gedirəm, orada məndən normal davranan yoxdur da. Bax, mən özümü insan kimi... Bir dəqiqə içərisində. Durduğu yerdə niyə görə gəlir məhz sizə sataşırlar, deyirsiniz, mənə şər atırlar. Səbəbi olmaqda bu şeylər. Pul istəyirdilər, bilmirəm nədir səbəbi. Pul istəyirdilər məndən, 1000 manat pul istəyirdilər. Mən vermədiyimə görə... Hər adamdan nəyə görə polis 1000 manat pul istəsin? Pul istəyirdilər, xanım, səbəbi heç nə yoxdur, səbəbi. Oldu. Səbəbi. Çox sağ ol. Pul istəyirdilər məndən. Mən vermədiyimə görə oğlumun maşınını uğratdırdılar. Əli, Pərviz, Asəf. Bunlardan sonra, oğlumun maşınından sonra biz getdik şikayət elədik ki, maşını bir qrup şəxs oğrayıb. Bu polislərin əli olub. Burada həmin polislər, o polislərlə birləşdilər, upravleniya ilə 10-cu bölmə. Bunlar məni, oğlumun dedilər ki, əgər oğlumun üstünə İlham şəxsən narkotik atdı. 2022-ci ildə. İndi oğlunuz həbsdədir. Həbsdədir. Axır ki, elə bil mənə dedilər, əgər sən təzədən şikayət eləsin bu işdən ötürü, biz sənin oğlunu tutacağıq. Həmin işi də elədilər də, yəni. Hanım, müraciət eləyəm. Müraciət eləyirəm. Yəqin ki, burada həmin adamlar, həmin polislər baxarlar. Baxmırlar, dəfələrlə. Qarşı tərəfində fikri bizim üçün önəmlidir. Dəfələrlə yazmışam. Mən upravleniya getdim, ərizə əsasında məni şərləyib təzədən Urfan adlı məhkəmənin qarşısına çıxartdılar. Həmin məhkəmə də məni dinləmədən, şahid sübutu olmadan məni günahkar elədi. Amma şahid sübut istədim, gətirmədi. Elə elədilər ki, məni Aparisiya məhkəməsi ona da tapşırmışdılar, ali məhkəməyə icazə vermədilər. Məni danışmağa hakim qoymadı. Nə oradakı hakim qoymadı, nə buradakı hakim qoymadı. Şəxsən mən bu şərə düşmüşəm. Yox. Dəyərli izləyicilər, xanımlar indi Milli Məclisin qəbul şöbəsində olan deputatlardan qəbuluna gəliblər. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalımıza abunə olun.